Bu dağların qoynunda yaşıl bir kənd var idi. Əlvan saray, güllü bağ, gin aynəbənd var idi. Neçə dodağı şəkər, söhbəti qənd var idi. Neçə incə bel gözəl, zülfü kəmənd var idi. Yoxdur, daha nağıldı, itdi, batdı, dağıldı. Mənim şirin qafiyəm, mənim üçcə hecalım, Xocalım, ay Xocalım. Xocalı soyqırımı unutmayaq. Xocalı haradır? Xocalı bizim Qarabağımızda yerləşən qədim bir şəhərdir. Orada çoxlu uşaqlar, analar və atalar yaşayırdı. Nə baş verdi? Çox illər əvvəl 1992-ci il fevral ayının 26-sında soyuq bir qış gecəsində düşmənlər qəflətən Xocalı şəhərinə hücum etdilər. Onlar heç kimə rəhm etmədilər. Niyə biz bu faciəni xatırlayırıq? Həmin gecə minlərlə günahsız insan, o cümlədən uşaqlar və qocalar zərər gördülər. Bu hadisə bizim tariximizin ən kədərli günlərindən biridir. Biz Xocalını xatırlayırıq ki, vətənimizi daha çox sevək, şəhidlərimizin xatirəsini əziz tutaq. Bir daha belə kədərli günlər yaşamayaq. Bizim borcumuzdur. Biz böyüyəndə dərslərimizi yaxşı oxumalı, güclü olmalı və hər zaman Azərbaycanımızı qorumalıyıq. Xocalı bizim ürəyimizdədir.